Bugünkü mövzumuz məktəbəqədər təhsil haqqında əsas anlayışlar, hüquq və vəzifələrdir. Səsi bağlayardınız da, kimdə açıqdırsa. Məktəbəqədər təhsil haqqında əsas anlayışlar. Əsas anlayışlara daxildir məktəbəqədər təhsil. Məktəbəqədər təhsil deyildikdə, yəni burada əsasən bağça təhsili nəzərdə tutulur da, təhsilin ilk pilləsi olaraq qeyd edirik. İlkin pillədir, yəni uşaqların ilk inkişafı, ilk qədəmi pilləsi bu dövrdə qoyulur. Daha sonra isə deyə bilərik ki, məktəbəqədər təhsil deyildikdə əsasən uşaqların hərtərəfli inkişafı, intellektual, daha sonra fiziki, mənəvi inkişafına xidmət edən ilkin bilik, bacarıq və vərdişlərin formalaşdırılması prosesi və onun nəticəsi nəzərdə tutulur. Yəni bildiyimiz kimi məktəbəqədər təhsil ilk təhsil olaraq uşaqların inkişafında bir təməl bünövrə qoyur. İlk pillə nəzərdə tutulur. Daha sonra isə bura həmçinin uşaqların hərtərəfli şəkildə inkişafı nəzərdə tutulur da. Fiziki cəhətdən deyildikdə burada əzələlərin inkişafı, motor bacarıqlarının inkişafı nəzərdə tutulur. Əqli cəhətdən isə idraki, intellektual olaraq nəzərdə tutulur. Mənəvi cəhətdən isə bu dövrdə əsasən uşaqların tərbiyəsini təşkil edirik, həmçinin onların intellektual inkişafını təmin edirik, əqli, mənəvi inkişafını təmin edirik. Daha sonra isə məktəbəqədər təhsil müəssisəsi gəlir. Məktəbəqədər təhsil müəssisəsində bağçanın sahəsi, bir növ həyətyanı sahəsi nəzərdə tutulur da. Yəni belə deyə bilərik ki, infrastruktur nəzərdə tutulur. Həmçinin məktəbəqədər təhsil müəssisəsi inkişaf etdirici bir mühitdir. Məktəbəqədər təhsil müəssisəsi deyildikdə, yəni dövlət standartlarına uyğun olaraq məktəbəqədər yaşlı uşaqların təlim, tərbiyəsi, əqli, fiziki, mənəvi inkişafını və ümumi təhsilə hazırlığını həyata keçirən təhsil müəssisəsi nəzərdə tutulur. Daha sonra isə məktəbəqədər təhsilin dövlət standartı gəlir. Yəni məktəbəqədər təhsilin dövlət standartı deyildikdə, burada bizim qarşımıza bir növ tələb qoyulur da. Dövlətin həmçinin bizə verdiyi tələb maksimal ola bilməz də. Yəni dövlətin bizə verdiyi tələb minimal olmalıdır. Yəni belə deyərik ki, minimal deyildikdə bir necə deyək, maksimum edə biləcəyimiz də, yəni ən az edə biləcəyimiz nəzərdə tutulur minimal deyildikdə. Tələb bizə minimal verilir. Həmçinin məktəbəqədər təhsilin dövlət standartı tələbi yönümlülük didaktik prinsipimiz ilə əlaqədar idi. Yəni burada bizə dövrlə ayaqlaşmaq, dəyişən tələblərə çevik uyğunlaşmaq nəzərdə tutulur. Dövlət standartı deyildikdə, yəni biz burada əsasən müəllimələr bunların tərifini bilsək, bəs eləyir bizə. Amma mən ümumən məlumat verirəm. Demək, məktəbəqədər təhsilin dövlət standartı uşaqların, ailənin, cəmiyyətin və dövlətin tələbatına uyğun olaraq elmi pedaqoji prinsiplər əsasında məktəbəqədər təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsinə xidmət edən ümumi normalar məcmusudur. Daha sonra isə məktəbəqədər təhsildə diferensiallaşdırma gəlir. Müəllimələr, səsi bağlayardınız da. Məktəbəqədər təhsildə diferensiallaşdırma gəlir. Daha sonra isə diferensiallaşdırma isə burada əsasən uşaqların fərdi və fərqli xüsusiyyətlərinin nəzərə alınması əsas götürülür. Yəni biz belə deyərik ki, bütün mədəni müxtəlifliyə hörmətdə, yəni burada diferensiallaşdırmada əsasən fərdilik nəzərdə tutulur. Digər prinsiplərimizdə də biz bunu keçəcəyik növbəti mövzularda. Yəni diferensiallıq dedikdə, burada hər bir uşaq fərdi, tək şəkildə yanaşma etməliyik. Məsəl üçün, deyərik ki, bütün qrupda uşaqlara biz eyni tapşırığı versək, onların güclü, zəif tərəflərini nəzərə almasaq, bütün uşaqlara eyni tapşırığı versək, diferensiallığı pozmuş oluruq. Bu zaman uşaqlarda da gerilik olur, maraq, məsəl üçün, zəif uşaqlar daha da geriliyirlər. Amma daha pozitiv, daha tez öyrənən uşaqlar isə bir növ dərsə marağı itir də. Yəni biz tarazlığı qorumalıyıq. Müxtəlifliyi nəzərə almalıyıq uşaqların.
müxtəlif öyrənmə tərzlərini nəzərə almalıyıq. Öyrənmə tərzləri bildiyimiz kimi müəllimələr 4 dənə öyrənmə tərzimiz var. Vizual, vakoya əsasən vizual, audial, oxuyub anlama, bir də kinestetik. Yəni hər bir uşağın öz maraq və tələbatlarını nəzərə alan zaman biz bu öyrənmə tərzlərini də nəzərə almalıyıq. Məsəl üçün elə uşaq var ki, vizual gözü ilə görəndə, əyani şəkildə gördükdə daha tez məlumatı əldə etmiş olur. Audial şəkildə isə səsli şəkildə, yəni elə bir uşaq var ki, məlumatı daha çox səsli şəkildə daha yaxşı qavrayır. Kinestetik isə hərəkətlilik deməkdir. Yəni uşaqların, məsəl üçün oyun prosesində hərəkətləri daha tez mənimsəyə bilməsidir. Oxuyub yazma da, yəni bildiyimiz kimi savad təlimi ilə əlaqədardır. Yəni hər bir uşağın öz tərzini nəzərə almalıyıq və ona uyğun tapşırıqlar tərtib etməliyik. Daha sonra isə məktəbəqədər təhsildə qiymətləndirmə gəlir. Məktəbəqədər təhsildə qiymətləndirmə dedikdə isə uşaqların əqli, fiziki inkişafı, təhsil nailiyyətləri haqqında toplanmış məlumatların dəyərləndirilməsi prosesi nəzərdə tutulur. Yəni, məktəbəqədər təhsildə qiymətləndirmə deyildikdə biz burada uşağın şəxsiyyətini qiymətləndirmirik. Yəni, biz belə bir şey edə bilmərik. Amma onun müvafiq bilik, bacarıq və vərdişlərini qiymətləndirməliyik bir növ. Yəni, biz məqsədə çatmaq üçün uşağın inkişafını davamlı müşahidə edərək onun davranışını bir növ qiymətləndirməliyik. Daha sonra isə biz burada başqa nə deyə bilərik? Bilik və bacarıq səviyyəsinin... Bəli, müəllimə. Bir istəyirəm, bir söz deyə bilərəm. Aha, buyurun. Müəllimə, bu təhsildə diferensiallaşmadır, standartdır. Açar sözlər deyə bilərsiz, elə yazaq, yaddaşda daha yaxşı qalsın. Hamısı çünki söz yığınıdır. Yadda birini saxlayırsan, o birisi çıxır yaddan. Yəni açar sözlər olsa aha. Əsasən elə də açar söz yoxdur. Əsas mahiyyəti öyrənməliyik. Əsası bağlayardınız müəllimə. Əsas biz burada əzbərçilikdir bu əsas anlayışlarda. Amma açar söz ola bilərək, bəzilərində götürə bilərik açar söz. Məsəl üçün, diferensiallıqda götürə bilərik ki, fərdi xüsusiyyətlərin nəzərə alınması, fərdiliyin dəyərləndirilməsi. Yəni, hər bir uşağın fərdiliyinə hörmətlə yanaşmalıyıq. Onlara uyğun planı qurmalıyıq. Daha sonra isə qiymətləndirməni də dedik ki, məqsədə çatmaq üçün uşağın fəaliyyətinin dəyərləndirilməsi prosesidir. Yəni biz hədəfə çatmaq üçün müəyyən yollardan keçirik. Bu zaman da uşağın müəyyən hədəfə çatması zaman onu qiymətləndiririk ki, fəaliyyətini o daha da motivasiya olsun, daha da belə deyək ki, dərs prosesində fəal iştirak etsin. Daha sonra isə məktəbəqədər təlim gəlir. Məktəbəqədər təlimdə dedik ki, təhsil və təlim var. Təhsil daha geniş anlayışdır müəllimələr. Təlim isə məşğələdir. Yəni bizim bir növ keçdiyimiz dərs prosesi, məşğələ fəaliyyəti nəzərdə tutulur. Bunları necə fərqləndirə bilərik? Təhsil və təlimi. Təhsil deyildikdə biz burada intellektual, fiziki, mənəvi və digər keyfiyyətlərin nəzərə almasıdır. Amma təlim deyildikdə burada açar söz ola bilərik, götürə bilərik ki, mənimsənilmiş biliklərin gündəlik həyatda tətbiqi, bir də motivasiyanın formalaşmasına yönəlmiş bir prosesdir. Yəni biz burada əsas məktəbəqədər təlimdə açar söz kimi gündəlik fəaliyyət, bir də ki, motivasiyanın formalaşdırılmasını götürə bilərik. Təlim, yəni belə deyərik ki, məşğələdir, nəsə öyrədirik də biz dərs prosesi zamanı. Təkcə bağçada yox, yəni gündəlik həyatda da uşaqlar bir sıra vərdişlərə yiyələnirlər. Məsəl üçün, uşağın əllərini sabun vasitəsilə yuması. Bunu sırf bağçada öyrətmirik ki, uşaqlara. Bunu həmçinin öyrədirik ki, gündəlik həyatında da evdə, küçədə və yaxud hardasa istifadə etsin. Yemə qaydasının formalaşdırılmasıdır. Bu kimi xüsusiyyətlərin mənimsənilməsi. Yəni, uşaq təkcə bu qaydaları öyrənməklə bağçada tətbiq etmir. Gündəlik həyatında da tətbiq etməyi bacarır da, yəni davranış qaydalarına. Daha sonra isə müəllimələr, harda qalmışdıq? Məktəbəqədər xüsusi təhsil müəssisəsi gəlir.
Məktəbəqədər xüsusi təhsil müəssisəsində, yəni burada sırf sim uşaqlar, məhdudiyyəti olan uşaqların, yəni bir növ xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilə cəlb olunması nəzərdə tutulur. Məsəl üçün elə uşaq var ki, kəkələmə problemi var, nitqində müəyyən bir qüsurlar var deyək. Bunu məsəl üçün dərs proses zamanı nisbətən aradan qaldıra bilirik. Amma elə uşaq var ki, yəni bunu bir növ korreksiya etmək mümkün deyil də. Bu zaman həmən uşaqları məktəbəqədər xüsusi təhsil müəssisəsinə yönəltmiş olduq. Yəni hər bir uşaq üçün burada da fərdi plan hazırlamalıdır tərbiyəçi. Hər bir uşağın inkişafına, belə deyək də, müəyyən öyrənmə tərzlərinə uyğun və digər xüsusiyyətlərə uyğun fərdi plan, ehtiyaca uyğun fərdi plan hazırlanmalıdır. Daha sonra isə biz necə deyə bilərik? Həmçinin deyə bilərik ki, məsəl üçün kəkələmə problemi var da uşağın. Bu zaman biz onu bir növ necə deyək, uyğunlaşdırırıq da. Bir növ həmən uşağı dərs prosesinə cəlb eləyə bilirik. Müəyyən üsullarla korreksiya edərik. Amma elə uşaq da var ki, yəni qəti şəkildə də bunu korreksiya etmək mümkün deyil də. Məsəl üçün eşitmir uşaq və yaxud da görmür. Bu zaman həmən təhsil müəssisələrinə uşaqları cəlb etmiş oluruq. Daha sonra isə gəlir metodist. Metodist isə məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə işlərinə metodik rəhbərliyi həyata keçirən ali təhsilli mütəxəssisdir. Həmçinin metodist mütləq ali təhsilli olmalıdır, yəni orta təhsilli ola bilməz. Metodist həmçinin tərbiyəçi müəllimə necə kömək ola bilər? Plan hazırlamaqda və yaxud da gündəliyi yazmaqda. Tərbiyəçi məsəl üçün işə təzə başlayıb, dərsin planını, gündəliyi tərtib eləyə bilmir. Bu zaman metodistə yaxınlaşaraq ondan kömək istəyə bilər. Yəni elə bağçalar da var ki, metodist yoxdur. Bu zaman Təhsil Nazirliyinə müraciət edə bilərik. Yəni bir növ müəyyən alternativ yollarla öyrənmək olar. Yəni metodist mütləq şəkildə ali təhsilli olmalıdır. Daha sonra isə biz qeyd edəcəyik ki, burada dayə gəlir. Dayə də ki, bildiyimiz kimi uşaqlara qulluğu və nəzarəti həyata keçirən şəxsdir. Dayə deyildikdə, yəni uşağın yemək yeməsində, daha sonra isə gündəlik həyati proseslərdə yemək yeməyində kömək etməsi və yaxud da ki, belə deyək ki, ayaq yoluna getməkdə, bir sıra proseslərdə uşağa müəyyən qulluğu, nəzarəti həyata keçirən şəxsdir. Daha sonra gəlir defektoloq. Defektoloqdakı uşaqların əqli, fiziki inkişafındakı qüsurların korreksiyası ilə məşğul olan mütəxəssisdir. Yəni defektoloq əqli və fiziki cəhətdən yalnız, digər sahələrdə yox, əqli cəhətdən və fiziki cəhətdən uşaqların problemlərini aradan qaldırmağa köməklik edir. Həmçinin defektoloq qeyd etdik, inklüziv təhsil gəlir. İnklüzivlik də bildik ki, necə deyək, sim uşaqların belə deyək də bura cəlb olması nəzərdə tutulur. Bütün uşaqların bir yerdə təhsilə cəlb olunmasını təmin edir. Uşaqlar arasında fərq qoymadan, ayrı seçkilik etmədən onların birgə təhsilə cəlb olunmasını təmin edir. Yəni biz hər bir uşağa qərəzsiz yanaşmalıyıq, onlar arasında ayrı seçkilik etməməliyik. Bütün uşaqları bir fərd kimi qəbul etməliyik. İnklüzivlik də dedik, icma əsaslı məktəbəqədər təlim qrupu. İcma əsaslı məktəbəqədər təlim qrupu isə valideynlərin istəyi ilə bir növ yaradılır. Həmçinin icma əsaslı təlim qrupu ödənişli təlim qrupudur. Yəni valideynlərin istəyi ilə könüllü şəkildə yaradılır. Daha sonra isə innovasiya gəlir. İnnovasiya deyildikdə isə bir növ yeniliklər nəzərdə tutulur da. Yəni biz belə deyə bilərik ki, innovasiyanı müəyyən bir yeniliklər edirik. Məsəl üçün biz tərbiyəçi müəllimlər yeni metodlar öyrənirik, yeni yanaşmaları sınayırıq. Məsəl üçün biz Montessori yanaşmasını öyrənirik, Frebel yanaşmasını öyrənirik. Yəni bu tipli Emiliya yanaşmasını öyrənirik. Yəni biz daha çox axtarışda oluruq da, daha çox öyrənirik, yeni kəşflər edirik. Bu da yəni bir növ mütərəqqi xarakterli yeniliklər, yəni innovasiya nəzərdə tutulur.
Daha sonra isə gəlir qanuni nümayəndələr gəlir. Qanuni nümayəndə əsasən valideynlər nəzərdə tutulur, müəllimələr. Əgər valideyn yoxdursa, uşağın hüquqlarını təmin edən digər qanuni nümayəndələr nəzərdə tutulur. Məsəl üçün ailə üzvləri ola bilər, xala, bibi, nənə bu tipli ola bilər. Əgər onlar da yoxdursa, uşağı qəyyumluğa götürən şəxs uşağın qanuni nümayəndəsi hesab olunmuş olur. Daha sonra isə biz burada deyə bilərik ki, qanuni nümayəndələr əsas şəxs olaraq valideynlərdir də, yəni müəllimələr. Burada uşaqların həmçinin hüquqlarını qoruyur valideynlər, həmçinin maraqlarını da müdafiə etmiş olur. Daha sonra isə gəldi qısa müddətli təlim qrupu. Qısa müddətli təlim qrupu da uşaqların hüquqlarını və qanunla qorunan mənafelərini təmsil edən, bir dəqiqə müəllimələr, qısa müddətli təlim qrupu. Qısa müddətli təlim qrupu əsasən ödənişsiz qrupdur. Yəni ödənişsiz şəkildə təşkil edilir. Amma valideynlərin istəyi ilə yaradılır da qısa müddətli təlim qrupu da. Həmçinin burada uşaqların yaş kateqoriyası da nəzərə alınır. Ona uyğun olaraq təşkil edilir. Qısaldılmış gün rejimi əsasında. Yəni bir neçə saat təşkil edilir. Deyə bilərsiniz ki, icma əsaslı təlim qrupu ilə qısa müddətli təlim qrupunun nə kimi fərqi var? Yəni icma əsaslı təlim qrupu əsasən ödənişlidir müəllimələr. Amma qısa müddətli ödənişli deyil müəllimələr, ödənişsizdir. Hər ikisi də bildiyimiz kimi oxşar cəhət olaraq götürə bilərik ki, valideynlərin istəyi əsasında təşkil edilir. Daha sonra isə biz gəldik loqoped. Loqoped də bildik ki, nitq qüsurlu uşaqlarla məşğul olan şəxsi də, həmçinin ali pedaqoji təhsilli şəxs olmalıdır loqoped. Məsəl üçün elə uşaqlar var ki, davranış problemləri olur, davranış pozuntusu, müəyyən travmalılar, qorxu keçirirlər, stres keçirirlər. Bu zamanda həmən uşaqlarla psixoloq məşğul olur. Yəni loqopedlə psixoloq qarşılıqlı şəkildə bir-biri ilə əməkdaşlıq edirlər belə bir hallara rast gəlindiyi zaman. Daha sonra isə sağlamlıq imkanları məhdud uşaqlar. Yəni sağlamlıq imkanları məhdud uşaqlar isə xüsusi təhsil şəraitinə ehtiyacı olan, fiziki çatışmazlığı, əqli və psixi ləngimələri olan uşaqdır. Bir növ sim uşaqlar nəzərdə tutulur da müəllimələr. Əqli, fiziki, daha sonra nitq ləngiməsi olan uşaqlar nəzərdə tutulur. Yəni bunlar üçün də müəyyən bir korreksiya işləri təşkil edilir. Daha sonra isə təhsil proqramı, kurikulum nəzərdə tutulur. Yəni sizdən soruşa bilərlər ki, kurikulum rəsmi dövlət sənədidir, yoxsa qeyri-rəsmi dövlət sənədidir. Biz bu zaman deyəcəyik ki, kurikulum rəsmi dövlət sənədidir. Daha sonra bizə deyə bilər ki, formaldır, yoxsa qeyri-formaldır. Yəni biz bilirik ki, kurikulumumuz dövlətin sənədidir və formal şəkildə nəzərdə tutulur, qeyri-formal deyil. Kurikulumda da həmçinin bir sıra belə deyək də tələblər var. Burada məzmun standartları əsas götürülür. Daha sonra pedaqoji prosesin təşkili, təlim nəticələrinin qiymətləndirilməsi və monitorinq sistemini özündə əks etdirən dövlət sənədidir. Daha sonra isə təhsildə inteqrasiya gəlir müəllimələr. İnteqrasiya da bir növ əlaqələndirmə deməkdir. Məsəl üçün, inkişaf sahələrinin əlaqələndirilməsi və digər xüsusiyyətlərə görə əlaqələndirmə olur. Əlaqələndirmə də məsəl üçün, mən nağıl danışıram uşaqlara, bu zaman nağılı səhnələşdirirəm. Bu həm uşaqlar üçün daha çox yadda qalıcı olur, əyani şəkildə səhnələşdirirəmsə. Yəni, həmçinin inteqrasiya edirəm də, əlaqələndirirəm bir növ. Daha sonra isə təlimin məzmunu gəlir müəllimələr. Təlimin məzmunu da deyildikdə, yəni uşağı belə deyək ki, şəxsiyyət kimi formalaşdırmaqdır əsas məqsəd. Doğru tərbiyə etmək, onu müvafiq bilik, bacarıq, vərdişlərə yiyələndirmək, onun tərbiyəsində və bir sıra üsullarda kömək etməkdə. Yəni uşaq şəxsiyyətinin formalaşdırılması əsas götürülür təlimin məzmununda. Daha sonra isə tərbiyəçi müəllim gəlir. Tərbiyəçi müəllim kimdir? Tərbiyəçi müəllim ali və ya orta ixtisas təhsilli şəxs ola bilər. Uşaqların tərbiyəsini, hər tərəfli inkişafını, məktəbə hazırlıq təlimini təşkil edən və həyata keçirən məktəbə qədər təhsil sahəsində ali və ya orta ixtisas təhsilli şəxsdir.
Yəni biz deyərik ki, kollec bitirənlər və bir növ universitet bitirənlər, yəni həm ali, həm də orta şəkildə təhsil alan müəllimlər tərbiyəçi müəllim hesab edilir. Daha sonra isə biz gəldik müəllimələr, məktəbəqədər təhsildə uşaqların təhsili ilə məşğul olan müəssisələr bir sıra qruplara bölünür. Körpələr evi uşaq bağçası və uşaq evləri olaraq 4 kateqoriyaya bölünür. Daha sonra biz gəldik məktəbəqədər təhsil sahəsində uşaqların hüquqları, vəzifələri. Biz necə ayrı seçkilik edə bilərik? Hüquq və vəzifəni necə ayırd edə bilərik müəllimələr? Həmçinin burada təhsil verən, təhsil alan var. Təhsil verən deyildikdə tərbiyəçi müəllim nəzərdə tutulur. Yəni öyrədən şəxs, müəyyən bilik ötürən şəxs nəzərdə tutulur. Amma təhsil alan dedikdə uşaqlar nəzərdə tutulur. Tərbiyəçinin onlara bilik ötürməsi, yəni uşağın öyrənməsi, müəyyən kəşflər etməsi. Vəzifə və hüquq var müəllimələr. Vəzifə odur ki, bu bizdən tələb olunur. Amma hüquq odur ki, bizim tələb edəcəyimiz, yəni bizim haqqımızdır ki, biz öz hüquqlarımızı tələb eləyək bir növ. Amma vəzifə məcburidir. Bizim qarşımıza dövlət bunu tələb olaraq qoyub, biz bunu mütləq şəkildə icra etməliyik müəllimələr. Hüquq, məsəl üçün, mən kimdənsə nəyisə tələb edirəm də, hüququmu, haqqımı tələb edirəm, müəyyən bir şeyləri tələb edirəm. Sərbəstlik, hüquq əsasən sərbəstlik, müstəqil şəkildə olur da, müstəqillik tələb edir, sərbəstlik tələb edir. Amma vəzifə odur ki, mütləq biz bunu icra etməliyik. Yəni məcburidir. Dövlət bunu bizim qarşımıza tələb olaraq qoyub və biz bunu mütləq şəkildə icra etməliyik müəllimələr. Gəldik məktəbəqədər təhsil sahəsində uşaqların hüquqları. Məktəbəqədər təhsil dövründə həmçinin müəllimələr deyə bilərsiniz ki, burada valideynlərin hüquq və vəzifələri var, daha sonra təhsil verənlərin hüquq və vəzifələri var. Uşaqların niyə vəzifələri yoxdur? Çünki məktəbəqədər dövrdə əsasən uşaqların vəzifələri qeyd olunmayıb, yəni bu yoxdur. Əsasən uşaqların hüquqları var. Gəlin biz bunlara baxaq. Məktəbəqədər təhsil sahəsində uşaqların hüquqları deyildikdə, həyat və sağlamlıq üçün təhlükəsiz şəraitdə, mənəvi və psixoloji cəhətdən sağlam pedaqoji mühitdə dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq hüququmuz var. Daha sonra şəxsiyyətin alçaldılmasına, mənəvi və psixoloji duruma, sağlamlığa zərər verən informasiyalardan, hərəkətlərin bütün formalarından, fiziki və psixoloji zorakılıq hallarından müdafiə olunmaq, daha sonra uşaqların sağlamlığına, mənəvi və psixoloji durumuna zərər verən informasiyalardan müdafiə olunmaq hüququ var uşaqların. Ödənişsiz tibbi xidmətlərdən istifadə etmək, sağlamlığı vəziyyətinə görə tibbi müayinə xidmətlərindən yararlanmaq, daha sonra çatışmazlıqların nitq qüsurudur, eşitmə, görmə qabiliyyətlərinin zəifliyi korreksiya edilməsi üçün psixoloji, tibbi, pedaqoji yardım almaq. Müəyyən edilmiş normativlərə uyğun keyfiyyətli qida ilə təmin edilmək, asudə vaxtın səmərəli təşkili və meyl maraqların nəzərə alınması əsas götürülüb. Müəllimələr, buradasınız? Buradayım müəllimə. Daha sonra gəlir məktəbəqədər təhsil sahəsində təhsil verənlərin hüquq və vəzifələri. Təhsil verənlərin hüquqları deyildikdə təhlükəsiz və normal iş şəraiti ilə təmin olunmaq hüququ var. Təhsil prosesinin təşkili və idarə olunmasında, təhsil layihələrində iştirak etmək, daha sonra idarə etmənin təkmilləşdirilməsi ilə bağlı təkliflər irəli sürmək. Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını təmin etmək, təhsil prosesində tətbiq olunan forma, metod və vasitələri sərbəst seçmək hüququ var. Mükafatlandırılmaq və təltif olunmaq. Daha sonra isə məktəbəqədər təhsil sahəsində təhsil verənlərin, yəni tərbiyəçilərin bir sıra vəzifələri var. İxtisasını artırmaqdır, peşəkarlıq səviyyəsini yüksəltmək, attestasiyadan keçmək, daha sonra dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, dövlət təhsil standartlarına uyğun olaraq təhsil alanların bilik və bacarıqlarının yiyələnməsini təmin etməlidir. Məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etməlidir. Təhsil alanları Azərbaycan xalqının dilinə, adət-ənənələrinə, milli mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə etməlidir.
uşaqların şərəf və ləyaqətinə hörmət etməlidir. Şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək tərbiyəçinin hüququ idi. Amma uşaqların şərəf və ləyaqətinə hörmət etmək tərbiyəçinin vəzifəsidir. Daha sonra pedaqoji etika və əxlaq normalarına riayət etmək, təhsil işçisi adını yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək, uşaqların təhlükəsizliyinin və sağlamlığının qorunmasında iştirak etmək, daha sonra uşaqların təlim-tərbiyəsi ilə bağlı valideynlərlə əməkdaşlıq etməlidir. Daimi şəkildə təhsil alanların müəyyən edilmiş təhsil standartları əsasında məktəb təliminə hazırlamalıdır. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ildə bir dəfə dövlət hesabına tibbi müayinədən keçməlidir. İldə bir dəfə dövlət hesabına tibbi müayinədən keçmək təhsil verənin, yəni tərbiyəçinin vəzifəsidir. Amma sağlamlığının qorunmasıdır, bir sıra müayinələrdən keçməlidir. Bu uşaqların hüququ idi, sağlamlığının qorunmasını təşkil edir. Daha sonra valideynlərin də bir sıra təhsil müəssisəsində hüquq və vəzifələri var. Bunlara da baxaq müəllimələr. Valideynlərin hüququ əsasən övladı üçün məktəbəqədər təhsil müəssisəsi seçməkdir. Məktəbəqədər təhsil müəssisəsində təhsil prosesinin keyfiyyəti, həmçinin övladının davranışı, marağı, qidalanması, tibbi müayinəsi və xidmət şəraiti haqqında məlumat almaq hüququ var. Daha sonra təhsil alanların hüquq və maraqlarını müdafiə etmək, müəssisənin ictimai idarə olunmasında və mədəni kütləvi tədbirlərin təşkilində iştirak etmək hüququ var. Müəssisə rəhbərliyi və pedaqoji kollektivlə əməkdaşlıq etmək, təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi üzrə təkliflər irəli sürmək hüququ var. Valideynlərin bir sıra həmçinin vəzifələri də var idi. Övladının erkən yaşdan fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, övladını Azərbaycan xalqının adət-ənənələrinə, mənəvi dəyərlərə, Azərbaycançılıq məfkurəsinə, ana dilinə hörmət ruhunda tərbiyə etmək və məktəbəqədər təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək, həmçinin məktəbəqədər təhsil müəssisəsi ilə valideynlər və digər qanuni nümayəndələr arasında bağlanmış müqavilənin şərtlərinə əməl etmək kimi vəzifəsi var idi müəllimələr.